Rahmetullah ve berekatuh. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala Resulillahil emin. Seyyidina ve Mevlana ve Tebibi kulubina ve şefii zunubina Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem. Ve ala alihil masuminel mukarremin la siyumel hücceti ruhi ve ervahul alemin lütrabi maqdemihil fida amma ba'd Qâlellâhul hakim fi kitabihil kerim Euzu billahi mineşşeytanirracim Ya eyyühellezîne âmenuttequllâhe ve kûnû ma'as-sâdiqîn Sadakallâhul aliyyul azîm Usikum ve nefsi ya ibadallah bi tekvallah Özümü və sizi ilahi təqvaya riayət etməyə dəvət edirəm. Allah mütəal bizləri gizlin və aşkar Allahdan qorxub, Allahın əmrlərinə, nəhiylərinə ciddi yanaşanlardan qərar versin inşallah. Allah bu cümə gününə xatir maddi, mənəvi, dünya və axirət müsəlmanların və xüsusən bu cəmin müşkül və çətinliklərin asan eləsin. Allah dünya və axirət bizləri Peyğəmbər və Əhl-i Beytindən, onların bu dünyada ziyarətindən, elmindən, məarifindən və axirətdə şəfaətlərindən ayrı salmasın inşallah. İnsanın xoşbəxtliyi, insanın səadəti hər bir insan üçün əsas önəmli amillərdən hesab olunur. İnsan yaşayır və arzu eləyir, çalışır, cəhd edir, əziyyət çəkir, ən yaxşısına çatsın. Ən yaxşıya çatmaq üçün insanlar bir-biri ilə yarışır və kiminə qismət olur, kimi müvəffəq olur, kimi olmur. Bu özü ayrıca bir mövzudur. Amma əsas bu hədəfə olan istək, bu xoşbəxtliyə olan istək bütün bəşərin daxilində var və bütün bəşər buna tərəf istiqamətdədir. Din insanın xoşbəxtliyini təmin edən səbəbləri açıqlayır. İnsan nə zaman xoşbəxt olur? İnsan nə zaman səadətə çatır? Dinin əsas məqsədi budur. Həm dünya xoşbəxtliyi, həm axirət xoşbəxtliyindən burada söhbət gedir. İnsanı xoşbəxt edən amillərdən ən əsası, ən ümdəsi insanın düşüncə sahibi olmasıdır, təfəkkür sahibi olmasıdır. Təfəkkür eləmək, düşünmək insana xasdır. Digər varlıqlarda bu yoxdur. Digər varlıqlarda instinkt qüvvələrlə idarə olunursa, insanı idarə edən bir ali orqan ağıldır, düşüncəsidir. İnsan düşündüyü vaxt xoşbəxt ola bilir. Düşüncə insanı ali hədəfə çatdıra bilir. Və insanın düşüncəsini, insanın Allaha olan ibadətlərinin ən alisi kimi qiymətləndirir. Belə deyək, məsələn, biz 3 formada Allaha ibadət eləyə bilərik. Cismani şəkildə. Namaz qılmaqla, oruç tutmaqla, cihada getməklə, həccə getməklə, bu vaciblər ki, bizim boynumuzdadır və biz onları yerinə yetirməliyik və cismani şəkildə onları yerinə yetiririk. Bunlar cismin ibadətidir. Bu öz yerində dəyərlidir, bu öz yerində lazımdır insana. Bir sıra ibadət var, mali ibadət hesab olunur. Yəni, insan öz qazancından Allah yolunda verdiyi zaman yəni ibadət etmiş olur. Məsələn, xumus verməklə, zəkat verməklə, sədəqə verməklə, bu mal cəhətindən insanın ibadətidir. İnsan üçün bir ibadət forması da var, zehni ibadət. Zehni ibadət gəlir, mərkəzləşir düşüncədə, təfəkkür etməkdə. İnsan düşündüyü vaxtda ibadət etmiş olur. Və din deyir ki, ibadətin ən fəzilətlisi budur. İnsanların ibadət etməsi, cismani və mali və zehni, bunların üçünü müqayisədə ən fəzilətlisi, ən əfzəli zehni
hazırlıqdır, zehni düşüncənin yerində olmasıdır, təfəkkürün yerində olmasıdır. Ona görə İmam Sadiq əleyhissalam buyurur, təfəkkürü saətin xeyrun min ibadəti sənə. Bir saat təfəkkür etmək, bir il ibadətdən əfsəldir. Bir saat düşünmək ibadətdən əfsəldir, özdə bir günün yox, bir ilin ibadətindən. Ayrı bir hədisdə Həzrət buyurur, Həzrət Peyğəmbərimizdən də buyurur, 2 rükət təfəkkürlə qılınan yüngül namaz, yəni sadə bir namaz, gecəni səhərə qədər ibadət etməkdən əfsəldir. Bəzən biz ibadətdə önəm verdiyimiz hissələr, məsələn, qiraət hissəsidir, nə bilim, namaz qıldığımız yerdir, namaz qıldığımız libasdır, bunlara önəm verir. Məsələn, hansı namaz daha gözəldir? Təmiz paltar, ətirlə, əba, qəba, əmmamə, nə bilim, böyük, yekə bir möhürlə, hər hansı məsciddə qılmaq. Deyir, ibadətin ən gözəli, ibadət etdiyin anda düşüncəndə Allahın olduğu vaxtdır. Allahı düşünə bildiyin vaxt ən gözəl ibadət odur. Onu köhnə paltarda da qılsın, onu belə balaca daxmanın içində də qılsın, onu sadə bir formada da qılsın. O namaz ki, Allahı düşündürə bilir sənə, o ibadət daha xeyirlidir. Bəs düşünmək dində önəmlidir və hər bir kəsin vəzifəsidir. Əleyhissalam buyurur ki, la xeyrə fi qiraətin leysə fiha tədəbbür. Tədəbbürdür, təfəkkürdür, təfəhhümdür. Bunlar ağla çatdıran sözlərdir. Yəni, insanın düşünməsi, anlaması, qavraması, özünküləşdirilməsi. Buyurur, o qiraət ki, o oxumaq ki, məsələn, Quran oxuyur biri. Deyir, o qiraət ki, onda düşünmək yoxdur, anlamaq yoxdur, onun xeyri yoxdur. Onun xeyri yoxdur. Quran oxumağın fəziləti, ən gözəl halı odur ki, düşünür. Ayəni düşünür. Bir dənə ayə oxuyur, düşünür. Qurandan bir dənə qısa surə oxuyur, onu düşünərək oxuyur. Kitabı əvvəldən axıra qədər düşünmədən oxumaq, o bir surə ondan fəzilətlidir. Düşüncə əmələ dəyər qatdı. Diqqət eləyin. Bütün ibadətlər belədir. Oruç tuturuq. Oruc haçan dəyərli olur? Axşam iftarda nə yeyəcəmi düşünmən halda dəyərli olur? Yox. Allaha məni bu oruc nə qədər yaxınlaşdırır? Bu oruc məndə nə qədər saflaşmanı həyata keçirdə bilir? Görsən, hədis deyir ki, Allah sizi qarnını ac saxlamaqla istəyir bir hədəfə çatdırsın. O bir aydır qarnını ac saxlamaq. Amma siz il boyu geri oruc olasınız. İmam Sadiq əleyhissalam buyurur ki, ən gözəl oruc gözün, qulağın və dilin orucudur. Bu, bizə 12 ay lazımdır. Amma bir ay o oruca çata bilmək üçün, gözün orucuna, yəni gözün orucu nədir? Sənə aid olmayan, baxmağa sənə vacib olmayan, yəni sənə qadağan olan bir şeydən gözünü çəkəsən. Sən gözün orucunu verdin. Sən ibadətin haqqını əda elədin. O şey ki, danışmağı sənə düşmür, sən onu danışmamalısan. İndi o qeybətdir, yalandır, böhtandır. Hətta düz sözdə bəzən görürsən ki, bizə dindir ki, danışma. Bilirəm, hər bildiyi də danışma. Eşitmişəm, nə olsun eşitmirsən? Sən gör, bu sözü danışarlar. Bax, bu mexanizmi təfəkkür idarə edib. Deməli, gözümüzün də, qulağımızın da, dilimizin də kilidi idarə olunan yeri təfəkkürdür. Bax, Quran oxuyur, təfəkkür elədikdə Quran fəzilətli olur oxuduğu ayələr. La xeyrə fi ibadətin leysə fihi təfəkkühün. Namaz qılır, deyir, o ibadət ki, onda düşünmək yoxdur. Məsələn, qiyamda durub. Mən niyə qiyamda durmuşam? Rükuya gedir, bu rükunun mənası nədir? Bu sadə, bəsit şeylərdir. Səzdəyə gedir namazda. Bu elədiyi hərəkətlərin barəsində düşünə bilmirsə, Həzrət Əli buyurur ki, o ibadətin bir xeyri yoxdur insana. O ibadət xeyirlidir ki, insan onun barəsində düşünə bilir. La xeyrə fi elmin leysə fihi təfəkkürün. Hər bir məlumat, hər bir elm, görsən məlumatla doludur yaddaşımız.
adlarla doludur, şəhər adları ilə, ölkə adları ilə, nə bilim, simalarla tanışıq, yadımızda qalıb hamısı. Kitablar oxumuşuq cildlərlə, ayə bilirik əzbərdən, nə qədər ayələr bilirik, harama aid bilirik, yalana aid bilirik, zinaya aid bilirik, sələmə aid, hamısını bilirik. Deyir ki, bu bilmələr onda xeyir verir ki, sən düşünəsən. Düşündükdə sənin o bilmə məlumatını, məlumat bazın düşündükdə sənə fayda verə bilir. Nə qədər ki, düşünmürsən, düşüncəni tətil eləmirsən, onların heç biri sənə fayda verməyəcək. Bu, dünya işlərində də belədir. Adam bir iş görür, düşüncəsiz hərəkət eləyəndə deyir ki, filan kəs düşüncəsiz hərəkət eləyib. Düşünsəydi, bunu eləməzdi. Düşüncəsiz alver eləyib. Ağlı başında olsaydı, fikirləsəydi, pul yatırmazdılar. Bu işdə qazanc yox idi. Axirətin də işləri belədir. Maraqlıdır, Allah Mülk surəsi 10-cu ayədə deyir ki, cəhənnəm əhlini dilindəndir bu ayə. Cəhənnəmdə olanlardan soruşulacaq. Niyə buradasınız? Deyir, soruşulacaq onlardan, o 8-9 ayələrdə deyir. Deyir, soruşulacaq onlar, mələklər soruşacaq onlar. Çünki doğrudan təəccüb yaradır. İnsan olan bir varlıq necə gedib cəhənnəmə düşür? Bizə sadə gəlir bəzən. Görürsən, deyir ki, günahdır, insanlar özünü saxlaya bilmir, nəfsin filan. Yox, insanda elə bir dəyərli bir şey var ki, onu işlətsəydi, heç vaxt cəhənnəmə getməyəcəkdi. Və orada da etiraf eləyir cəhənnəmin içindən, cəhənnəmdə yanan etiraf eləyir. Deyir, soruşacaq onlardan ki, sizə Peyğəmbər gəlməmişdi, sizin kitabınız yox idi, sizi halal haramla tanış eləməmişdilər. Siz bilmirdiniz ki, bunu eləmək olar, bunu eləmək olmaz. Deyəcəklər, bəli, gəlmişdi, Peyğəmbər də gəlmişdi, şəriətimiz də var idi, dinimiz də var idi. Amma biz istehza əhli idik. Biz gülürdük onlara, biz məsxərə eləyirdik onlara. Biz dedik ki, bunlar bədbəxtdir, bu dünyanın bu cür ləzzətlərindən məhrum eləyiblər özlərini, elə ancaq namaz qılırlar, məscidə gəlirlər, falan eləyirlər. Deyir, niyə düşdünüz bura? Və qalu ləv kunna nəsməu. Deyir, hamısı bir ağızdan deyəcək. Əgər eşitsəydik, baxın, dünyada xoş o adamın alına ki, eşitmək qabiliyyəti var. Adam var, yüzünə danışırsan, eşitmək budur, qulağı var. Yox, Quran deyir, onların qulağı da var, eşitmirlər, kardırlar. Gözü var, amma haqqı görmür, kördür. Dili var, amma laldır. Deyir, əgər eşitsəydik, eşitmişdik, qulağımız sözü eşitmişdi, amma söz olaraq eşitmişdi. İnsan nə zaman eşidən olur? Av nəqil, deyir, eşitdiyimizi düşünsəydik. Bax, cəhənnəmdə yanan insanın sözüdür. Və qalu ləv kunna nəsməu əv nəqil ma kunna fi əshabis səyir. Əgər eşitsəydik və düşünsəydik, bizim cəhənnəmdə işimiz olmaz. Bəs cəhənnəmə düşmək səbəbi insanın nədir? Nadanlığı, düşüncəsizliyi, haqqı eşitməməzliyi, eşidib əhəmiyyət verməməzliyi. Mən təfəkkər istəbsərə. Hər kəs təfəkkür eləsə, gözü açılacaq. O deyirik ki, filan kəsin gözü açıqdır. Yəni, bilir. Onu allada bilməzsə. Din deyir ki, kim təfəkkür əhlidir, onu heç kəsə allada bilməyəcək. Bax, dünyada bu qədər məzhəblər, bu qədər fırıldaqçılıqlar, dinin başına açılmayan oyun qalmayıb. Hərə bir dənə məzhəb açıb, cəmaatı yığıb başına, hamısının da yanında adam var. Bilir ki, bu səhvdir. Peyğəmbərin Quranını Azərbaycan dilində insanlara sırıyıb, satıb, özünü Peyğəmbər elan edib. Ətrafında da adam var. Kifayət qədər də adamı var. Kifayət qədər də maliyyə dəstəyi var. Məscid var ki, orada namaz qılmağa məsələn möhür yoxdur. Məscid var ki, orada namaz qılmağa xalısı yoxdur. Məscid var, işıq pulusunu verə bilmirlər, işığı yanmır. Çıxın da rayon yollarına gedəndə baxın yol qıraqlarına. Məscid var, günbəzi çöküb, su buraxır, şəraitsizlikdir, dəstəmazxanası yox. Amma bir nəfər durub, özü səfi,
öz danışığını özü də inanmır. Bu qədər gülünc. Allahın Peyğəmbərinin getirdiyi Quranı cəmaata tərcümə eləyir, özünü o kitabda Peyğəmbər elan eləyir və bir də sizə bunu qəbul eləyir. Onlara da nə deyir eləyir. Və ətrafında da kifayət qədər böyük bir kütləsi var. Nəyin nəticəsidir bu sizcə? Düşüncəsizliyin. Düşüncəsizliyin. Ona yaxşı bir nəfər cavab vermişdi o vaxtı. Çox demişdi ki, belə deyir, sən daşın bu işdən də, yəni sən Peyğəmbər ola bilməzsən ki. Demişdi, yox, mən Peyğəmbərəm. Demişlər ki, hər Peyğəmbəri özündən öncəki təsdiq eləməlidir, müjdəsin verməlidir. Axı, Quran deyir ki, xatəmən nəbiyyin, bu Peyğəmbərlərin sonuncusudur. Deyir, mən mürsələm. Quran xatəm Ənbiyanın sonuncusu deyib, mürsəlin sonuncusu deməyib. Mən mürsələm. Çox demişdi, görmüşdü, eşitməmişdi. Demişdi ki, mən səni təyin eləməmişəm. Mən səni Peyğəmbər kimi təyin eləməmişəm. Demişdi ki, sən benim Allah zatsan. Demiş, sənə kimi Peyğəmbər olan, mənə kimi də Allah yolar. Ona görə mübahisəsini yekunlaşdırmışdı, çıxmışdı. Bax, düşüncə olmayanda görsən bir nəfər axmaq adam gəlir bir dəstəni də axmaq vəziyyətinə qoyur, ona danışır və yüzlərlə belədir. Nə qədər dəstələr, nə qədər məzhəblər bu ağılsızlığın ucbatından yaranır və qəbul da eləyirlər və ətrafında da kifayət qədər adam var. Bəs ibadət da eləyirlər olar. Azərbaycan dili namaz da qılırlar, oruc da tuturlar, zikr eləyirlər, nə eləyirlər. Baxın, biz baxırıq, məsələn, gülürük. Bizim üçün gülüş obyektinə çevrilir. Amma insanlar var ki, ona ciddi yanaşır. Ora gedir, orada ibadət eləyir. Onu doğrudan Peyğəmbər bilir. İnsan düşünməsə, hər sözə inanacaq. Bax, qorxusu buradadır. Düşüncə olmasa bir adamda, hər sözə inanacaq. Onu hər dəfə aldadacaqlar. Allanmamaq istəyirsənsə, gərək düşüncə əhli olasan. Təfəkkür eləyəsən. Məsələn, Quran Zümər surəsi 17-18-ci ayda buyurur, Peyğəmbərə buyurur ki, fəbəşşir, müjdə ver. Peyğəmbər bəşir, Peyğəmbər mübarək adlarındandır. Bəşir, nəzir. Bəşir müjdə verəndir, nəzir qorxudandır. Fəbəşşir, ibadilləzinə, o bəndələrimə müjdə ver ki, yəstəmi'unəl qavl, sözü eşidərlər. Sözü dinləyərlər. Fəyyəttəbiunə əhsənə, amma o sözün ən yaxşısına tabi olarlar. Ayədən nə başa düşürük? Sözü eşitmək bir işdir. Amma sözün zahirində qalmaq lazımdır. Sözün özü ilə oynamaq lazımdır. Fəyyəttəbiunə əhsənə. Yəni, onlar hər eşitdiyi sözə tabi olmaz. Düşünərlər, haqq olan sözə tabi olarlar. Haqq olan sözə tabi olmaq lazımdır. Eşitməyə eşidirik, axşama qədər hamı danışır. Girirsən sosial şəbəyə, hamı danışır. Hamı Allahdan danışır. O da Allaha çağırır. Kilsədə də Allaha çağırır cəmaatı. Quran deyir ki, Allah Quranda bildirir ki, şeytan o qədər hiləlidir, o qədər məkirlidir ki, sizi Allahla allada bilir. Həm dünyanla alladır, həm Allahla alladır. Allahla şeytan bizi allada bilir. İndi gəl burada baş çıxart. Gəl burada baş çıxart ki, mənim indiki vəziyyətimdə, nə qədər tabiçiliyimdə burada şeytanın dəxalətini saxlaya bilmişəm, yoxsa şeytanı tam kənarlaşdıra bilmişəm? Nə qədər insan, nə qədər nümunələr çəkə bilər ki, vaxt azdır. Nə qədər insanları namazla, orucla, həcclə şeytan allatdı. Namazla allatdı, həcclə allatdı. Allahın vəlisini qətlə yetirtdirdi. Onu özünə vacib bildirdi. Kim idi bunlar? Təfəkkürsüz insanlar. Bəs dinin ən qorxulu bəlası o kütlədir ki, o cəmiyyətdir ki, təfəkkür eləmir. Hər nə dilə düz deyir. Bu yaxşı adamdır, bu düz deyər. Peyğəmbərimizin hədisi də Həzrət buyurur ki,
Baxmayın insanların uzun-uzadı namazlarına. Bax gör ağlı necədir. Ağlı necədir? Peyğəmbərin yanında birini tərifləyəndə deyərdi, necədir? Necə baxır dünyaya? Gedişata necə baxır? Nəyə çalışır? Bax, məsələ budur. Əməl o zaman qiymət tapır ki, içində düşüncəsi var. İstəyir o namaz olsun, istəyir ehsan eləmək olsun, istəyir məscidə getmək olsun. Hər bir əməli dəyərli eləyən onun içindəki o təfəkkür ruhiyyəsidir. Düşünməsən ibadətin, əməlin barəsində ondan heç nə gözləmə. Əli çək ondan. Olur bəzən işdən deyirsən ki, əlimi çəkmişəm. Borc var, adam var deyir ki, əlimi çəkmişəm. O qaytaran deyir. Bəzi ibadətlər də elədir. İbadət canlıdır da, bizlə danışa bilir. Hədisdə var, namaz canlıdır, oruç canlıdır. Hər saatın, hər günün o 3 dənə, 5 dənə namazı bizlə danışır. Namazı qılsa bir adam, vaxtında qılsa, ədəbinə riayət eləsə, şərtlərinə riayət eləsə, namaz ona deyər, Allah üzvü ağ eləsin, mənim üzümü ağ elədin. Mənim haqqımı əda elədin. Namaz ona dua eləyər. Əgər namazın haqqını əda eləsə. Necə sən məni qorudun, diqqət elədin, mənə önəm verdin, Allah da səni qorusun namaz deyən. İndi bir nəfər deyir, namaz qılır, tələm-tələsi, könülsüz, can dərdəşir, qılım çıxsın aradan. Qılım aradan çıxsın. Deyir, namaz ona deyər ki, zay olasan səni, necə ki məni zay elədin. Həmçinin oruc, həmçinin həc, həmçinin Kərbəlası, həmçinin Məşhəd ziyarı, hamısı. İnsan hansı halda, hansı düşüncədədir bu işi gördükdə, o dəyərləndirir onu. Və elə orada bir fərq yoxdur. O dəyərləndirir, o qiymətə mindirir. Bir nəfər Peyğəmbərin yanına gəlir, ya Rəsulallah, mənə nəsihət elə. Mənə nəsihət elə. Deyir, Peyğəmbər 3 dəfə ondan soruşdu. Dedi, dəsəm əməl eləyəcəksən. O çox nadir hədislərdəndir də bu hədis ki, sözü deməzdən qabaq qarşı tərəfə çox böyük bir maraq yaradıb sözündə. O da fikirləşir ki, görürsən nə deyəcək? Həzrət dedi, dəsəm əməl eləyəcəksən? Dedi ki, hə. Bir də soruşdu deyir. 3 dəfə sualı təkrar edir Həzrət. O da dedi ki, bəli ya Rasulullah. Bir dənə cümlə dedi. Burada İzə həmməmtə fətətəbbər aqibətə. Haçan hər hansı bir işə niyyət elədin, cəhd elədin, bir işi görməyə axırın fikirləş. Axırın fikirləş. Çünki sən allanarsan onun zahirinə. Bir dənə məscid tikdilər, bəzi müsəlmanlar təqdir elədi. Dedi, nə gözəl. Bir dənə idi məscidimiz, Quba məscidi, Peyğəmbər gələndə tikilib. Bəziləri uzaqda idi, gələ bilmirdi. Bir dənə məscid tikdilər. Bəziləri, yəni təfəkkürsüz insanlar alqışladılar. Dedi, əcəb işdir də məscid tikib. Allah dedi, yox, pis iş görüb. Pis iş görüb. Niyə? Çünki o məscidin tikilişindəki məqsəd bura gələnlərin sayını azaltmaq idi. Peyğəmbərin yanında adam çoxalmasın, pərakəndəlik olsun. Baxırsan, məsciddir, ibadət yeridir, orada da namaz qılınacaqdır, elə qılınırdı da. Allah Peyğəmbər əmr edir ki, onu söktür. Peyğəmbər məscid söktürüb. Açılışına dəvət elədilər Peyğəmbəri, Peyğəmbər getmədi. Etiraz elədi. Peyğəmbərə bəzi möminlər irad elədi, dedi, ya Rəsulullah, sən məscidi, dini gətirmisənsə, bunlar da məscid tikib. Niyə getmirsən? Həzrət dedi, yox, o məscidin tikilişində bir məqsəd var, o dinə zərbə vurur. Burada iki tirəlik salmaq istəyirlər. Adın qoyur, Quran məscidi zirar, zərərli məscid. Peyğəmbərə göstəriş verir, oranı xaraba ilə, dağıtdırır, uçurdur. Gör, Allaha belə deyir də, nə qədər təsiri eləmişdi bu şey ki, Peyğəmbərə deyir, oranı zibilli elətdir.
Zibillik elətdirirlər oranı. Cəmaat zibil tullantılarını ora açsın. Çünki hədəfi burada başqa bir şeydir. İndi bəlkə də bizim zamanımızda belə bir hal baş versəydi, biz həmən mollanı, həmən ruhanini qovlamışdıq. Adını da qoymuşduq, kafirdir bu, məscid söktürdü. Hətta olub sökülmüş məscidlər olub, onun yeri də elə müqəddəs olub, cəmaat elə orada da dayanıb namaz qılıb, dua edib ki, burada məscid olub. Baxırsan, işin zahirində allananlar, işin bərbəzəyinə vurulanlar etiraz edirdilər. Peyğəmbərə belə etiraz edirdilər. Ona görə Peyğəmbər deyir ki, diqqət elə və hər zaman bunu yadından çıxartma. İşi gördüyün zaman axırın fikirləş. Düşün bundan məqsədim nədir, nə əldə eləyəcəyəm, bu işi nə üçün görürəm? Çünki şeytan bəzən işin özün bəzəyir. Quran deyir, şeytan da işi ağıllandı da. Şeytan, dur, bax özünə, şeytan mənə hardan müdaxilə eləyir? Əlimi qaldırıb yatırda bilər şeytan. Bu əlimi kimisə üzünə vura bilər? Xeyr. Şeytan mənim başımı götürüb yerə çırpa bilər. Xeyr. Şeytan mənim düşüncəmə təsir edir. Ona görə düşünməsə insan hər sözü yaxşı biləcək. Hər sözün dalıyca gedəcək. Hər sözü danışacaq. Quran deyir, müjdə ver o kəsə ki, eşidir. Şeytanın işi nədir? Şeytanın işi budur ki, pisi yaxşı göstərir. Yaxşılı pis. Görürsən, hədis deyir ki, haçan bir yaxşı işə fürsət yarandı, onu tez elə. Çünki şeytan gec-tez uzaqlaşdıracaq səni. Aparam, ehtiyacı var birinin, gedəcəksən ona yardım eləməyə. Deyir, müstəhəqdir, ehtiyaclıdır, get elə bugün. Çünki sabahları şeytan onun barəsində başlayacaq sənin beynində şübhələr yaratmağa. Deyəcək ki, o filan vaxt belə eləmişdi, filan vaxt belə eləmişdi və nəticədə deyəcəksən ki, yox, mən ona yaxşılıq eləməyəcəm. Haçan bir yaxşı iş gördün, tələs. Sariul xeyrat. Quran ona görə dedi, tələs yaxşı. Çünki şeytanın macal verməyəcək sənə, onu gözündə pisləşdirəcək. Və pis işdən qaç. Çünki şeytan onu bəziyəcək gözündə, sənə onu yaxşı kimi təqdim edəcək. Və nəticə olaraq qeyd edirəm, hər bir əməli dəyərə mindirən təfəkkürüdür. İnsan düşünsün, istəyir namazında, istəyir başqa işlərində, düşündüyü vaxt qazanacaq. Allah bizi düşüncə əhlindən qərar versin inşallah. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Və l'asr innel insane lefi khusr illellezine amenu və amilussalihat və tevasav bil haqq və tevasav bis sabr. Sadaqallahul aliyyul azim. Allahümme salli ala Muhammed və ali Muhammed. Peyğəmbər Əhl-i Beytinin pak, müqəddəs ruhuna salavat. Allahümme salli ala Muhammed və ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala Resulillahil amin. Seyyidina ve Mevlana ve Tabibi kulubina ve Şefi'i zunubina Ebu'l Qasim el-Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala aleyhin emiril muminin aleyhisselam ve ala Fatımetez-Zehra seyyideti nisa'il alemin salamullahi aleyha ve ala'l Hasan ve'l Hüseyin seyyidi şebabi ehlil cennet ve ala Ali ibn Hüseyin ve Muhammed ibn Ali'in ve Cafer ibn Muhammedin ve Ali ibn Muhammed ve'l Hasan ibn Ali ve'l Hüccetil Muntazaril Mehdi. Allahümme salli ala Muhammed. Salavatullah ve selamu aleyhim ecma'in. Allahümme eğfir lil mu'minine vel mu'minat vel muslimine vel muslimat el ehyâi minhum vel envat. Usikum ve nefsi bi tekvallah. Sizi ve özümü ilahi tekvaya riayet etmeye dəvət edirəm. Allah müteal bizləri gizlin və aşkar Allah'tan qorxub təqvalı olan kəslərdən qərar versin inşallah. Adətimiz üzrə elə ikinci xütbə qısa olur, bir-iki məsələyə toxunulur. İnşallah qarşıdan Həzrət Fatimə Zəhra salamullahi aleyhanın şəhadət günləri gəlir, Əyyam-ı Fatimiyyənin
ayın 3-də, 4-ü və 5-i 3 gün bir hədisə əsasən əzadarlıq günləridir və digər hədisə əsasən də 3 gün eynilə əzadarlıq günləridir. İnşallah ayın 4-də məscidimizdə əzadarlığımız olacaq, məclisimiz olacaq. Əzizlər inşallah dəvətlidirlər və möminlərə də məlumat verərsiniz. Əyyam Fatimiyyə də Allahın günlərindəndir. Təfəkkür olunması saatlardır. Əldə olunması, böyük nemətləri əldə eləmək üçün gözəl fürsətdir. Həzrət Fatimə Zəhranın 3 gün məclisləri, xanımın qonağı olaraq xanımın məclisində iştirak eləmək və xanımın ümumiyyətlə ömründən, həyatından, danışdıqlarından, gördüyü işlərdən oxumaq, mütaliə eləmək, onun barəsində düşünmək tövsiyə olunur. Düzdür, əzadarlıqda biz qəmli oluruq, mərsi oxuyurlar, sinə vururuq, ağlayırıq. Bu öz yerində, bu əzanın bir rəsmi ədəbidir. Amma oradan əldə olunması şeylər var. Həzrət Fatimə Zəhranın həyatı, ümumiyyətlə hər bir məsumun mövludu və şəhadəti bir dərsdir, bir həyat proqramıdır. Başa düşənə, götürə bilənə. Əyyamullah elə odur. Yəni Allahın günləri. Fəzəkkirhum bi əyyamillah. Həzrət Musaya deyir, xatırlat onlara Allahın günlərini. Yəni xatırlat, yəni orada dərslər var, orada nöqtələr var. Həzrət Zəhra kim idi? Həzrət Zəhra nə üçün şəhid oldu? Həzrət Zəhra nəyi demək istəyirdi? Həzrət Zəhranın məqsədi nə idi? Həzrət Zəhra məqsədinə nə qədər çata bildi? Həzrət Zəhranın məqsədini sən nə qədər başa düşmüsən? Nə qədər onun istiqamətində yaşayırsan? Bax, bunların hamısı bircə suallardır ki, bu 20 gün ərzində, 6 gün ərzində biz bunların barəsində düşünüb və nələri əldə eləyə bilərik? Həzrət Zəhranın həyatımıza nə kimi nümunələri var? Bir üstə dində nümunə mövzusu kişi və qadın fərq eləmir. Niyə? Çünki ruhdan gedir söhbət. Yəni, yaxşı və pis, fəzilət və rəzillik ruhun nəzəliyindədir, ruhun keyfiyyətindədir. Ruh üçün cinsiyyət yoxdur. Ona görə Quranda buyurur və zərəbəllahu lilləzinə amenu imrəətə fir'un. Allah iman gətirən hər kəsə Fironun həyat yoldaşı Asiyə xanımı nümunə göstərir. Həzrəti İbrahimi bütün bəşəriyyətə, Həzrəti Peyğəmbərimizi bütün bəşəriyyətə nümunə göstərir. Ləqəd kanə ləkum fi rasulillahi usvətun. İndi bu tək kişilərə aiddir, xeyr, həm qadına, həm kişi. Həzrəti Zəhra salamullahi aleyhanın həyatında bizə kifayət qədər ülgü və nümunələr var. İnşallah sağlıq olsun, Allah lütf eləsin. İnşallah ayın 4-ündəki məclisimizdə bu mövzularda söhbətimiz olacaq. Allah bizi ibadətində, itaətində müvəffəq olan kəslərdən qərar versin inşallah. Allahın barəsində çoxluca düşünüb, təfəkkür edən kəslərdən qərar versin inşallah. Allah bizi aqibət, xətmi bir xeyr eləsin. Hacəti olanların, istəci olanların hacət və istəklərin rəva eləsin. Maddi, mənəvi, müşkül və çətinliklərimizi asan eləsin. Xəstələrimiz var, yadımızda olan kəslərə, sizlərin bizlərə iltimas olunan xəstələrə şifayı acil mərhəmət eləsin. Qəriblikdə, qürbətdə olan, əsgərlikdə, əsirlikdə olan, təhsil, ruzi dalıcı, ölkə xaricində olanlarımızı sağ-salamat ailələrinə qovuştursun. Allah'a verirəm Muhammed Ali Muhammed hörmətinə, yaddan çıxan duaları barəmizdə müstəcab eləsin. Halı həyatda yaşayan ata-analarımızın ömrünə bərəkət inayət eləsin. Dünyasını dəyişən ata-analarımızı, valideynlərimizi qəriq rəhmət vasili cənnət eləsin. Allah bizi dininə, İslamına, xalqına, millətinə, ailəsinə, xidmət edənlərin yaxşılarından qərar versin. Allah Teala bizə rəhm eləməyənləri bizlərə müsəllət eləməsin. Allaha and verirəm rəhminə, mərhəmətinə, izzət və cəlalına, başucalıq, Allaha bəndə olmaqdadır, ölən günə qədər izzətimizi əlimizdən almasın. Allah bizi özündən başqalarına, sonradan görmüş şahlara, gədalara, bimürüvvət,
şəxsiyyətsiz rəzil insanlara möhtac eləməsin. İmam-ı zamanımızı salamət eləsin, ağamızın dualarını halımıza şamil eləsin, Həzrətin gəlişində günü gündən təcil qərar versin, İslamın, Əhl-i Beytin, dinimizin, əqidəmizin, mənəviyyatımızın düşmənlərini dünyanın hər bir yerində zəlil, xar və rüsvay eləsin. Bismillahirrahmanirrahim. Vəl-əsr innəl-insana ləfī xusr illellezîne âmenû və amilussâlihāt və təvassav bil-haqqi və təvassav bis-sabr. Esselamu aleykum və rahmetullah və berekatuh.